Burnumun çirkinə baxın. Burnumdan rəsmən çirk axır. Doktor Yaqub Əsadinin icra etdiyi əməliyyat. Baxın. Görürsünüz. Əməliyyatımdan 4 ay keçir və mənim burnumun iltihabı, çirki, bu cür çirk axır. Görürsünüz. Mənə 3-cü dəfə revizyon əməliyyat edib. Bir dəfə doktor Yaqub Əsadinin özü 2-ci revizyonumu icra edib, 6 ay tamam olub. İradımı bildiğimdə yenə belə asimetriya problemi, dəliklərdə problem olduğuna görə 6 ay tamam olduqdan sonra 3-cü revizyon əməliyyat edib və budur. Burnum çürüyür, çirk axır. Görürsünüz. Bu haldayam mən. Dikişlərin yerinə baxın. Çox xahiş edirəm. Mən ödənişimin mənə geri ödənilməsini tələb edirəm.